Eyni bizim dövrümüzdə. Biz elə bilirik, ancaq elə bizdədir. Cənazə dəfninə gedəndə, yəqin ki, dəfələrlə rast gəlibdir sizə. Kimi alır, kimi satır, cənazə də elə qabağımızdadır. Alırıq, satırıq, deyirik, gülürük, vədə veririk və ilə axır. Gülüb danışanda ki, nə qədər istəyirsən. Buyurur Əli ibn Əbi Talib əleyhissalatu vesselam, qəbristana doğru dəfn üçün aparılan bir cənazənin arxasınca gedirdi və nəhayət fəssəmi'ər rəculən yəzhək, birdən Həzrət bir nəfərin gülüş səslərini eşitdi. Gördü bir nəfər gülür. Arxada gələnlərdən biri gülür. Həzrət üzünü çevirdi, arxaya dayandı. Başladı moizə eləməyə. Bu kəlamı danışdı. Baxın, yerində. Çünki onu gərək o qafilə hələ orada oyadasın. Sonra desən, yeri yoxdur. Həzrət dayandı. Üzünü çevirdi, arxaya başladı. Fəqal, belə dedi. Kəənnəl mövtə fiyhə ələ qeyrinə kutubə. Allahu Əkbər, nə cümlələrdir. Həzrət dedi, sanki ölmək dünyada bizdən başqaları üçün yazılıb. Ey gülən, sanki ölüm sənin üçün, mənim üçün yazılmayıbdır deyəsən. Ərəbcəsi də çox gözəldir. Kəənnəl mövtə fiyhə, sanki ölüm bu dünyada ələ qeyrinə kutubə, bizdən başqalarının barəsində yazılıb. Bizim barəmizdə ölüm fərmanı verilməyib, yazılmayıb, biz ölməyəcəyik. Kəənnəl haqqə və kəənnəl haqqə fiyhə ələ qeyrinə vəcəbə, sanki haqq olan ölüm, haqq yəni məqsədi ölümdür, sanki o haqq, həqiqət yəni ölüm dünyada bizdən ayrı biri üçün vacib olur. Ay gülən, elə gülürsən ki, sanki ölüm sənə vacib olmayıbdır. Kullu nəfsin zaiqətul maut. Quran nə deyir? Quran deyir, hər bir nəfs sahibi, hər bir can sahibi, hər bir diri olan varlıq ölümü dadacaq. Ölüm şərbətini içəcək. Ənbiyalar içdi. Düzdür, Peyğəmbər kimi bir insan işdir. Əli ibn Əbi Talib buyurur ki, sanki ölüm dünyada bizdən ayrı biri üçün vacib olubdur. Həzrət buyurur, sanki hər gün getdiklərini, biri digərinin ardınca getdiklərini gördüyümüz bu ölülər, hər gün biri digərinin ardınca yola saldığımız bu ölülər, tezliklə bizə tərəf qayıdacaq müsafirlərdir. Çox qəribə məntiqə var bu cümlələr. Əli ibn Əbi Talibin Nəhcül Bəlağada 3-4 dənə kəlamı var ki, fəsahətin ən uca zirvəsindədir da. Biri də bəlkə budur. Baxın, sözü gör necə eləyir. Buyurur ki, sanki hər gün getdiklərini gördüyümüz bu ölülər tezliklə bizə tərəf yenidən qayıdacaq müsafirlərdir. İnsan bir əzizini yola salanda həccə, filana, beşməkana, bir səfərə gedir, onda gülə-gülə yola salar və əqidəsi də bu da etiqadı ki, bu inşallah sağ-salamat da qayıdıb gələcək. Həzrət buyurur, siz də bunu təbəssümlə yola salırsınız, sanki qayıdıb gələcək 3-4 gündən sonra. Bu cür deyir. Nubavvi'uhum əcdasəhum, gedib onları biri digərinin ardınca qəbirlərə qoyuruq və nə'kulu turasəhum, sonra qayıdıb var dövlətlərini yeyirik. Özü də elə gəlib oturub yeyirik, güya biz onlardan sonra dünyada əbədi qalacaq. Elə gəlib otururuq onların mülklərində, elə yeyirik çörəklərini ki, sanki biz bu mülkdən bir gün düşüb getməyəcəyik. Sümmə Nəsina kullə vaizin və vaizəh, sonra
bizlərə öyüd verən kişi və qadınları, yəni cənazələr ki, cənazə bəzən kişidir, bəzən qadın da, buyurur, sonra bizlərə öyüd verən o ölüləri, kişiləri və qadınları unutmuşuq, nəsinə, yaddan çıxarmışıq. Və elə buna görə də hər cür bəla və müsibətə düçar olmuşuq. Həzrət gəlir, çıxır mətləbin üzərinə. Buyurur, bəlalar bilirsiniz niyə başımıza gəlir? Hamı bundan ötürü. Aparıb qoyuruq qəbirlərə, gəlib çörəklərini də yeyirik, yemək var dövlətlərini basıb yeyirik. Bizə hər gün öyüd verən o kişi və qadınlar ki var, onların öyüd nəsihətlərini unuduruq, yaddan çıxarırıq. Peyğəmbərdən də hədis, Peyğəmbər buyurur, əgər bir dənə Peyğəmbər gəlməsəydi, bir dənə Allah tərəfindən öyüd nəsihət olmasaydı insana, bir dənə səmavi kitab gəlməsəydi, elə bu ölüm təkcə kifayət eləyərdi. Ölüm ən böyük muizədir. O muizədən ibrət alan, başqa muizədə, ayə, hədisdə ona təsir eləyər. Ondan ibrət almayan Peyğəmbər buyurur, ona heç ayədə təsir etməz. Ən böyük muizə Peyğəmbər buyurur, odur. Görünəcək ki, deyir, bir dənə səmavi kitab gəlməsəydi, elə bu ölüm yenə bəs eləyərdi ki, insanlar düzəlsin. Pisliklərindən əl götürsün. Ondan böyük muizə var ki, bir gün mən də yatacağım orada. Şahlar gəlir, gədalar kimi, elə əlini uzadıb yanında səssiz, dinməz orada yatır, gəl görəsən. Sanki dünənləri saraylarda, kabinetlərdə stullara yumruğu vurub, yumruğu ilə aləmi lərzəyə salan, səsi ilə aləmi titrədən padşah döyür. Elə yatır orada, gəl görəsən. Xoş o kəsin halına ki, nəfsi ram olub və təvazökarlığı özünü peşə seçib və ta və kəsbu əməl və hərəkətləri pak olub və layiqli olubdur və səluhət sərirətu niyyəti, etiqadı bəyənilən niyyətlərdən, etiqadlardan olubdur və həsunət xəliqətu xasiyyətini gözəl edə bilibdir və ənfəqəl fəzlə min malih, xoş o kəslərin halına ki, malının artığını Allah yolunda ehtiyacı olanlara paylayıb nə qədər həyatdadır və əmsəkəl fəzlə min lisanih, dilini də çox danışmaqdan saxlayıb, qoruyub, xoş o kəsin halına. Və əzələ ənin nasi şərrəhu, xoş o kəslərin halına ki, pisliyini cəmaatdan uzaqlaşdırıb, heç kimi incitmir, heç kimi narahat eləmir. Və vəsiəthu əs-sünnətu, Peyğəmbər salavatullahın davranışı, rəftarı ona ağır gəlməyibdir. Yəni, onun davranışı ilə addımlayıbdır. Vələm yunsəb ilə bidətin və bidət də onun əməllərində baş verməyibdir. Həzrət buyurur, xoş bu kəsin halına. Baxın, Həzrət Əli ibn Əbi Talib əleyhissalatu vəssalam dərhal orada dayanır, bu öyüd nəsihətləri edir. Nə zaman görür bir nəfər cənazə gedir, qabaqda Əli ibn Əbi Talib də müşayiət edir, görür arxada gələnlərdən biri gülür. Gülüş səsi gəlir. Dərhal dayanır orada, başlayır cəmaata ki, siz elə gülürsünüz, sanki bunlar bir gün qayıdacaq, 3-4 gündən sonra biz aparıb qoyuruq, 5-6 saatdan sonra, 5 gündən sonra yenə durub gələcək. Hara gəlir? Getdi əbədiyyətə. Getdi əbədiyyətə. Qayıdış yoxdur bu səfərdən. Bütün dünya səfərlərindən qayıdış var, amma bu səfərdən yoxdur. Xudaya, sənə an veririk ki, öz izzəti və öz əzəməti və birinci duamız və arzumuz budur ki, Xudaya, eşitdiklərimizə əməl etməyə bizləri müvəffəq et.